Salam əziz 8-cilər. Deməli 9 noyabrda olan hədəf sınağının izahını verirəm sizə. 27-ci sualla başlayırıq. Qrammatika sualıdır. Bir dənə bunu elə edək ki, bir dəqiqə. 27-ci sual qayda sualıdır. Səhv yazılmış sözü müəyyən edin deyir. A variantında nigah sözüdür. Uşaqlar, nigah baxış deməkdir, baxma deməkdir. Amma bir də nikah var. Nikahı da kəbin sözündən yadda saxlayın. Nikah bildiyimiz kəbin deməkdir. Yəni qızla oğlan evlənməsi üçün belə imza atırlar, odur. Amma nigah sözü də var, nişangah sözündən. Yəni A variantı düz yazılıb, atırsınız bunu. Bitki sözü bu qaydada yazılır. Bitmək, bitməkdən bitki. Düzgündür. Kəsməkdən kəskin yaranır. Bu da düzdür. Kəmşirin də sifətin azaltma dərəcəsini yaradır və kəmtəhər bitişik yazılırdı. Bu da düzgün yazılıb. Müşkülü isə müşkül yazılır. Müşkül, k ilə yazılır. Ona görə bu səhvdir. C variantı. Keçdim 28-ci suala. Amonim məna tayı yalnız isim sxeminə uyğun olan sözü müəyyən edin. Ümumiyyətlə, hər zaman şərtə diqqət edin. Baxın, isim istəyir, bir də yalnız deyir. Don sözü, donmaq feili var. Bir də don, paltar ismimiz var. Ona görə biri feildir, atırıq. Bu variant olmaz. Sonra qır sözü, yollara tökülən qır. Bir də qırmaq feili var. Ona görə bu da isim deyil, atırıq. Şam sözü, şam yeməyindəki, yəni şam bildiyimiz axşam, daha sonra bildiyimiz şam, yəni əriyən, yandırırıq, əriyir, işıqlandıran şam mənasında var və şam ağacları hamısı isimdir. Ona görə C variantı olacaq. Meşə sözü amonim söz deyil, bir söz isə amonim olaraq ədat və say kimi işlənir, bu da deyil. 29-cu sual. Hansı sözdə hərflərlə səslərin sayı bərabərdir? Yəni, hər birisinin tələffüzünü yazmalısınız. Bəraət özü kimi deyilir. Sadəcə A uzanır. Biraz bunu nazildək. Deməli, özü kimi deyildi. Hüzünlü necə deyilir? Hüzünlü. Z ilə nanın arasına ü girir. Hüzünlü deyilir. Səs artımı var, ona görə bu getdi. Variantımız bu arada A idi. Ədəbiyyatda y düşür tələffüzdə, ona görə səs azalması olur. Ailədə A ilə i-nin arasında y daxil olur, yəni belə olur. A da uzanır bu arada, ailə formasında deyildi. Və bu da uzun tələffüz, həmçində y daxil olub. Nəvazişlə də nəvazişlə A uzanır, lə də nən kimi deyilir, yəni səslərin sayı fərqləndi. A variantı olacaq. Ümumiyyətlə, A-ə birləşmələrində dəyişiklik olmuş uşaqlar. Bərayət, qirayət, itayət, şücayət kimi sözlərdə dəyişiklik yoxdur. Birinin leksik mənası səhv verilmişdir deyil. Şamil aid olma qaplamadır. Məsələn, deyirəm ki, bu sənə şamil edilmir. Şamil edilmir feilindəki həmin o şamil sözünün mənası da aid edilmir mənasındadır. Cahan, dünya, aləm deməkdir. Düzgündür. Cahil, yəni oxumayıb da savadsız mənasında. C düzgündür. Bədbin xoşovqatlı olmaq deyil, pis ovqatlı olmaqdır. Bədbin, bir də nikbin var uşaqlar. Bunlar antonimdir. Nikbin xoşovqatlı olmaqdır. Bədbin də ingilisindəki bəd sözünə yadda saxlaya bilərsiniz. Yəni pis ovqatlı olmaqdır. D, bu arada niyə D-ni qaraladıqsa, D-nın izahı səhv verilib, D variantı olacaq. Dərd də qəm-qüssə deməkdir, bu da getdi. 31. Sadə sözü müəyyən edin. Qırmaqdan, uşaqlar, qırınmaq olmadığı üçün ıntını bütöv götürürsünüz, düzəltmə sözdür. Sökməkdən, sökünmək olmadığı üçün üntünü bütöv götürürsünüz, düzəltmə sözdür. Dağıntı, sarsıntı sadə sözləri idi. Çünki dağıntı nəyinsə uçulub tökülməsidir. Onun dağ ismi ilə əlaqəsi yoxdur. Sarsıntı da dilimizdə sarsmaq feili olmadığı üçün sadə götürülür. Ona görə C variantı olacaq. Çöküntü, çökməkdən, çöküntü, tapmaqdan da tapıntı. Uşaqlar, bayaqdan bəri mən niyə deyirəm tapınmaq feili olmadığı üçün? Çünki bəziləri var. Məsələn, döyüntü sözündə döy sözün köküdür. Döyünmək feili var deyə ünü götürdük, tüyünü götürdük. Bir də görüntü sözü. Görməkdən görünmək, görünməkdən də görüntü sözüdür. 32. Həm konkret, həm də mücərrəd isim kimi işlənə bilən sözü müəyyən edin deyir. Fikir verirsinizsə,
Sözlər hamısı balaca hərflə yazılıb. İndi uşaq məsələn deyir ki, ay müəllim, sevgi axı adam adı da ola bilər. Axı söz balaca yazılıb, ona diqqət etmək lazımdır. Sevgi yalnız mücərrəddir. A getdi. Duyğu mücərrəddir, getdi. Tənbəl ümumiyyətlə nə konkret, nə mücərrəddir, çünki bu sifətdir, bu da getdi. Ana da konkret isimdir, görürük bunu. C da getdi. Bu arada sözlər başlanğıc formada verilib. Ay isə ilin ayları mənasında, bir də ki, məsələn də fevral, mart ayı, bir də ki, səmadakı ay mənasında həm konkretdir, həm mücərrəd bu variantı oldu. 33-cü suala baxırıq. Uşaqlar, dəniz, plus və aşağıda bir şey verib, həm ümumi, həm də xüsusi isim kimi işlənə bilən sözdür. Həm ümumi, həm də xüsusi isim kimi işlənə bilən sözdür. Burada baxaq görək nə olur variantımız. Baxın, mehriban nədir? Sifət. Düzdürmü? Adam adı olsa xüsusi isimdir. Amma adam adı olmasa, yəni bu qaydada yazılsa, mehriban sifətdir, ona görə götürmürsünüz. Mahir adam adı ola bilər, xüsusi isim olacaq. Amma adam adı olmasa, yəni xüsusi isim olmasa, o zaman sifətdir, ona görə D-ni də atırsınız. Aydın. Xüsusi isim kimi də işlənir, amma xüsusi isim olmasa sifət olacaq, bu gedir. Mülayim, xüsusi isim kimi işlənə bilir, belə bir adam adı var, amma xüsusi isim olmasa sifət olacaq, C da gedir. Lalə həm adam adı var, xüsusi isim, həm də çiçək növü var. Xüsusi isimdir, ümumi isimdir. 34. Hansı cümlədə isim cəm şəkilçisi qəbul etmişdir? Uşaqlar, bu arada 33 ilə bağlı bir şey deyim. Uşaqlar deyir ki, məsələn, ay müəllim, heyvan ümumidir, heyvanın adı var, məsələn, aslan, şir, tülkü, bunlar olsun xüsusi. Xeyr, uşaqlar, cinslər, kateqoriyalar, növlər, fəsilələr filan var ki, bunların özü də ümumi isim kimi gedir. Belə, yəni, lalənin orada çiçək növü olması xüsusi isim demək deyil, ümumi isimdir o yenə də. 34. Hansı cümlədə isim cəm şəkilçisini qəbul etmişdir? Gənclər bugün tamaşaya yollandılar. İsim cəm şəkilçisini qəbul edib. Görürsünüz, çaşdırır. Gənc sözü sifətdir, tərkibində cəm şəkilçisi var, ona görə götürmürsünüz. Pislərdən uzaq olmaq məsləhətdir. Pis sifətdir, lər cəm şəkilçisidir, B variantı getdi. Biriləri sənə zəng edəcəkdir, biri əvəzlikdir, getdi. Yuxarılardan, yuxarı yer zərfidir, getdi. Dostları ona hədiyyə hazırlamışdı. Dost isimli tərkibində cəm şəkilçisi var, E variantı olacaq. Hansı sözün tələffüzü səhvdir deyir. Baxaq görək hansı sözün tələffüzü səhv olar. Deməli, uşaqlar, dayanmaq yazılır. N-mıya keçib düzdür, G-da X-ya keçib düzdür. Güclü, C-ya keçib, L-da D kimi deyilib, güclü, düzdür. Əl açıq, əli açıqdır, amma i düşür, G-da X-ya keçir, düzdür. Çox əsirlik, R-nın biri yoxdur, çox əsirlikdə. Ona görə səhvdir, D variantı. Təşəbbüs özü kimi. Baxın, qoşa samitlərdən P, Ə, T, Ə, K. Pətək sözünü unutmayın. Buradakı samitlər P-lar, T-lar, bir də K-lar. Düzdürmü? Bunlar fərqli tələffüz edilir. Əlavə olaraq qıy sözündə də qoşa qını və y-ni də unutmayın ki, bunlar fərqli tələffüz edilir. Amma qoşa b-lar, qoşa d-lar, qoşa c-lar özü kimi deyilir. Burada fərqlilik yoxdur. Onu deyiləndən artıq hörmət və qayğı göstərmişik. Verilmiş cümlədə hansı sözdə yazılış və deyiliş arasında daha çox fərq var? Deyiləndən deyilir, deyiləndən n kimi. Sonra artıq sözü artıq deyilir. Çünki özündən sonra samit gəlib. Sait gəlsə g kimi deyiləcəkdi. Burada x kimi deyilir. Hörmət və qayğı göstərmişik t d-ya çevrildi. Göstərmişik ki da x-a çevrildi. İki fərqli məqam var. Variantımız C variantı oldu. Keçək indi mətnə uşaqlar. 2 qarğa mətni. Yoldaşlıq, əsl yoldaşlıq, dostluq haqqında olan bir mətindir. Deməli, baxırıq. Mətndə üzərində rəqəm yazılmış hansı söz məcazi mənadadır? Həqiqi məcazi mənalara baxırıq. Üzərində rəqəm yazılmış. Birini deyir ki, qara qarğa. Qarğa həqiqətən qara rəngli olur. Ona görə bu həqiqi mənadadır.
Sonra ikinci sözümüz deyir ki, bir gün onu yəni yanında görmədi. Həqiqətən də görmür. Bu da həqiqi mənadadır. Qarğalardan biri soruşdu. Bu da həqiqi mənadadır. Dördüncü sözümüzü tapaq. Deyir ki, bir gün bizi də saymazsan. Yəni saymazsan, hörmət etməzsən, yanında görməzsən də daha durub 1 2 3 4 kimi saymağı nəzərdə tutmur. Bu məcazi mənadadır. Beşinci söz, tez bizim evimizdən çıx. Həqiqətən də yəni evindən çıxması nəzərdə tutular, qovması. Məcazi mənada oldu C variantı. Mətndəki əsas fikri müəyyən edin. Qonşu paxıl olmasa kör qız ərə gedər. Burada qonşunun paxıllığından filan danışılmır da, yəni dostluqdan filan danışılır. Dostluq, əsl dostluq necə olmalıdır? Dostuna pis davransan necə olar filan, bunlardan danışır. A ona görə getdi. Mərdlik, namərdlik mövzusunda deyil. Sonra və yaxud burada daha doğrusu mərdlik, namərdlik ola bilər, namərd kimi, yəni dostuna davranır. Amma burada mərdi namərd eləmirlər də. Ağacı nə qədər bar versə başına aşağı əyər, ümumiyyətlə aid deyil. Yalançının evi yandı, bu da aid deyil. Kim pislik əkərsə pislikdə biçər. Burada qarğalardan birisi pislik edir yoldaşına, amma nəticədə də nə olur? Pislik biçir, yəni onu o biri qarğaların yanından qovurlar, tək başına qalır. E variantı olacaq. 39. Mətndə çərçivə daxilində verilmiş ifadənin şərhinə uyğun gələn nümunəni müəyyən edin. Təkəbbürlü şəkildə bizə yaxınlaşdı. Rahatlıqla işləri yekunlaşdıra bilərsən. Təlaşla yerindən qalxdı. Hər gün ciddi görkəmdə olardı. Çoxları bu məsələdən xəbərsizdilər. Baxaq, görək nə gedər bura. Çərçivə daxilində verilmiş ifadənin şərhi. Həyəcanla. Həyəcan nədir uşaqlar? Təlaş deməkdir də, düzdür? Həyəcanla, yəni təlaşla mənasındadır. Rahatlıqla olmaz. Tamamilə antonimidir. Təkəbbürlü lovğa deməkdir, olmaz. Ciddi sözü olmaz. Variantımız C variantı olacaq. 40. Mətnin məzmununa uyğun doğru ardıcıllığı müəyyən edin deyir. Ala qarğanın uça bilməməsi. Qara qarğanın qovulması, bu ən sondaydı. Qara qarğanın ala qarğanın dediklərini heçə saymasın. Ala qarğanın qara qarğanın yanında görməməsi. Birinci nə olur? Xəstələnir. 1, düzdürmü? Sonra dostunun deyir ki, bəs mən xəstələnmişəm, o da bunun dediklərinə əhəmiyyət vermir də, deyir ki, yalandan eləyirsən. 3. Sonra o səhəri durur, görür ki, bəs bu bir qarğa yanında yoxdur. 4, düzdürmü? Və qara qarğanın qovulması 2. Ən sonunda bu baş verir. 1, 3, 4, 2 A variantı olacaq. 41. Mətnə əsasən doğru fikirdir. Qara qarğanın etdiyi hərəkəti digər qarğalar alqışladı. Alqışlama da axı. Dedilər ki, sən onu bugün atıbsan, sabah bizi də atacaqsan. Ala qarğa həqiqətən özünü yalana xəstəliyə vurmuşdu. Yox, mətnin sonunda deyir ki, ona sağalanacan kömək elədilər. Deməli, həqiqətən xəstəymiş bu. Bu səhvdir. Hadisələr qara qarğanın istədiyi kimi cərəyan etmədi. Bəli, qara qarğa deyirdi ki, gedəcəm qonşularla yaşayacam, amma onun istədiyi olmur da, qonşular onu qovur və bu tək qalır. Düzgündür. Həm ala qarğa, həm də qara qarğa hər ikisi zəhmətkeş idi. Yanlışdır. Qara qarğa yəni zəhmətkeş olmasını demir. Tam tərsi, yəni pis bir qarğadır. Ona görə də səhvdir. Qarğalar məsləhətləşirlər ki, ala qarğanı işləməyə qoymasınlar. Belə bir situasiyada yox idi mətndə. 42. Mətndə nöqtələrin yerinə uyğun olan ifadəni müəyyən edin. Görək nöqtələrin yerinə. İndi bu biri qarğa gəlib, qara qarğa gəlib, o biri yoldaş haqqında danışır da. Deyir ki, nə cür olacaq, yalandan özünü vurub xəstələyir, mənim canım çıxır, gecə-gündüz onu yemək daşıyır. Daha bəsdir. Bundan sonra onunla bir yerdə qalmaq istəmirəm, yaşamaq istəmirəm kimi fikirlər yaza bilər. İndi görək variantda nə var? Bundan sonra onunla birlikdə ölmək istəyirəm, olmaz. İndi yaşamaq istəyirəm deyir. Axı onu tək qoyub gəlib. Niyə yaşamaq istəsin ki onunla? A olmaz. Uçmaq istəmirəm. Onunla birlikdə uçmaq məsələsi deyil, yanında qalmaq məsələsi idi. Özünə yoldaş axtardı. Ona görə deyir onunla birlikdə yaşamaq istəmirəm. E variantı olacaq. Mətnin əsas hissəsi ilə bağlı yanlış fikri müəyyən edin deyir. Ala qarğa möhkəm naxoşlamışdı. Düzdür. Digər qarğalar ala qarğaya sahib çıxdılar. Gəlin baxaq.
Görək nə olacaq buradan. Deməli, əsas hissəsinə aid yanlış fikri istəyir bizdən. Baxın, giriş hissə budur. Biri vardı, biri yoxdur. Bir ala, bir qara, iki qarğa vardı. Bir gün ala qarğa xəstələndi. Elə zəiflədi ki, heç usada bilmədi. Bu giriş olsun. Bu da sən öz xəstə yoldaşını atırsan, bir gün bizi də saymazsan. Sən mərcək namərd yoldaşın, tez bizim evimizdən çıx. Qarğalar qara qarğanı qovdular, xəstə qarğaya sağalanacan kömək etdilər. İndi görək, bu mətn əsas hissəsi ilə bağlı yanlış istəyir də bizdən. Nə ola bilər? Ala qarğa möhkəm naxoşlamışdı. Bu giriş hissəyə aid fikirdir. Xəstələnir. Yəni bizə lazımdır əsas hissə olsun, amma onunla bağlı yanlış bir şey. Digər qarğalar ala qarğaya sahib çıxdılar. Bir dəqiqə, o da nəticə hissədir. Sahib çıxırlar da ona, nəticə hissəyə aid olan fikirdir. Deməli, bu giriş oldu, bu nəticə oldu. Ala qarğa tamamilə sağalır. Yəni, sağalınızın kömək etdilər deyirsə, yəqin ki, yəni, tamamilə sağalması ümumiyyətlə nəticə hissəyə olar. Digər qarğalar qara qarğanın etdiyi hərəkətə haqq qazandırmadılar. Bu, əsas hissə ilə bağlı fikirdir. Əsas hissə ilə bağlı fikirdir və doğru fikirdir. Əsas hissədir. Və nə idi bu? Əsas hissə və doğru fikir. Yəni, haqq qazandırmırlar da həqiqətən ona. Qara qarğa ala qarğanın uça bilmədiyini görüb heyfslənir. Qara qarğa ala qarğanın uça bilmədiyini görüb heyfslənir. Gəlin ona baxaq. Mən daha qara qarğa ala qarğaya dedim. Mən daha səninlə yaşamaq istəmirəm. Yersən ala qarğa utan dedi. Ancaq qara qarğa yoldaşının dediklərinə baxmadı. Bir gün qara qarğa yuxudan duranda, yəni burada heyfslənmə məsələsi də yoxdur. Uşaqlar, bu sualda sıxıntı var. Yəni burada bunlar ümumiyyətlə giriş nəticədir. Bunlar ümumiyyətlə əsas hissə ilə bağlı deyil. Bu əsas hissə ilə bağlı doğru fikirdir. Bəlkə də əsas hissə ilə bağlı doğru fikir demək istəyir. Burada səhvən yanlış yazıblar. Yəni, belə də olmaz. Qara qarğa ala qarğanın uça bilmədiyini görüb heyfslənir. Heyfslənmir, tam tərsi. Yəni, onu itir də, yəni türklər demiş, dışlayır. Yəni, itir, saymır onu, belə deyək. Saymır və heyfslənməsi yoxdur əslində. Ona görə burada ümumiyyətlə ABC variantı gəlməz. Ya bu sual sizə ulduz gələcək, uşaqlar. Ya ulduz gələcək. Ya da ki, yanlış istəyirsəm, eyni götürəcək. Əsas hissə ilə bağlıdır. Həm də səhv fikirdir. Yəqin ki, E variantı gələcək. Əsas hissə ilə bağlıdır, həm də səhv bir şeydir. Səhvdir. E variantı gələr çox güman ki. E olar. Ulduz yəqin ki, verilməz. E variantını göndərərlər. Sonra, yəni bir balaca sıxıntılı sual idi. 44. Mətndə hansı sual cavab tapmaq mümkündür? Hadisələr nə vaxt baş vermişdi? Hadisələr nə vaxt baş vermişdi? Biz bilmirik axı hadisələr nə vaxt baş vermişdi. Demir. Ala qarğa niyə naxoşlamışdı? Bəlkə naxoşladığını deyir, amma bilmirik. Səbəbi yoxdur. Ona görə A, B variantı getdi. Qara qarğaya hansı sözlər pis təsir etdi? Qara qarğaya hansısa sözün pis təsir etməsi verilməyib. Ala qarğa tam tərsi pis olur orada. Digər qarğalar qara qarğanın etdiyi hərəkətə necə münasibət bəslədilər? Dedilər ki, sən onu indi atırsan, sabah bizi də atacaqsan. Buna pis münasibət bəslədilər. D variantı var. Qara qarğanın xoşa gələn xüsusiyyəti nə idi? Yox idi onun xoşa gələn xüsusiyyəti. Pis bir qarğa idi o. 45. Mətnə əsasən qara qarğaya aid xüsusiyyət yazmaqla klasteri tamamlayın deyir. Qara qarğa necə idi? İndi uşaqlar burada hər şey yazacaqlar. Məsələn, yazacaqlar ki, burada yəqin ki, sizə boş yer verəcəklər. Məsələn, qara qarğa vəfasız, bivəfa da yazsaz düzgündür, eyni şeydir onsuz da. Sədaqətsiz də yazsaz eyni şeydir. Sədaqətsiz. Baxın. Birinə götürüb vəfasız, birinə götürüb sədaqətsiz yazsız olmaz. Çünki bunlar ikisi eyni şeydir. Bir cərgədə gedir. İndi ikinci bir xüsusiyyət nə yaza bilərik? Məsələn, yalnız özünü düşünür. Yalnız özünü düşünən, xudbin. Belə.
Yəni bu iki xüsusiyyəti yazmaq olar. İndi başqa hansı xüsusiyyətləri yazmısınızsa yorumlarda yazarsınız, oxuyarıq, baxarıq ki, necə yazmısınız. 46. Mətnə əsasən cədvələ tamamlayın, səbəb-nəticə məsələsini verir. Qara qarğa ala qarğanı tərk edir. Niyə görə tərk edir? Çünki o xəstələnmişdi. Xəstələnib, düzdürmü? Uça bilmir. Yazmaq olar. Sonra evə yemək gətirəcəyini düşünmür, düzdür? Deyir ki, evə yemək gətirəcəyini düşünmür. Belə də yazmaq olar. Amma ən təbii ki, çox güman ki, xəstələnib yazacaqsınız. Evə yemək gətirəcəyini səhv yazdım, düşünmür. Belə. Bunlar yazırsınız və düz olur. Keçdim ikinci mətnə. Birinci mətnlə bağlı bu qədər. İkinci mətnimiz qədim Bakı mətnidir. Uşaqlar, Bakının yəni necə qədim şəhər olması və yaşayışı məişət haqqında bizə danışır. Bakı şəhərinin yaranmasına hansı amil təsir etmişdir deyir. Belə, baxaq indi bura. Deməli, Bakı şəhərində insanlar çox qədim zamanlarda məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Düzdürmü? Buna səbəb Bakı şəhərinin fiziki coğrafi şəraiti, qərbdən şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsinin mərkəzində yerləşməsi, iqlim, düzdürmü? Sonra yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur. Yəni, ümumiyyətlə, hər bir şeydən əlverişli olması. Bakı şəhərinin yaranması indi hansı amil təsir etmişdir? Bunlara da gəlin baxaq. Deyir ki, Bakı şəhərinin yaranmasına hansı amil təsir etmişdir? Nəyi götürəcək? İqlimin və coğrafi şəraitin yaxşı olması. Burada deyir iqlim şəraiti, bir də coğrafi şəraitlə bağlı da deyir. Coğrafi şəraiti də buradaydı. Variantımız ona görə C variantı olacaq. Sonra deməli uşaqlar, baxın, torpağı məhsuldar ola bilər olmasına, amma yəni təkcə torpağın məhsuldarlığından söhbət getmir axı orada və yaxud quru ərazidən uzaq olması da ola bilər, amma yəni təkcə o deyil də tam cavabı istəyir bizdən, ona görə C variantı olacaq. 48. Mətndə tünd qara hərflərlə verilmiş sözün mətndəki mənasını müəyyən edin. Tünd qara hərflərlə verilmiş söz Abbaslar xilafətinin tənəzzül etməsi, yəni tənəzzül etmək, süqut etmək deməkdir. Baxırıq görək nə, dirçəlmək olmaz. Baş qaldırmaq olmaz, güclənmək olmaz, sökülmək olmaz. Dövlət tənəzzül edirsə sökülür demir, süquta uğrayır. C variantı olacaq. 49. Mətnə əsasən qədim Bakı şəhəri ilə bağlı doğru fikri müəyyən edin deyir. Qədim Bakıda insanlar daha çox üzümçülüklə məşğul olurdular. Müəyyən dövrlərdə Bakı şəhəri liman şəhəri kimi tanınıb və s. Gəlin A'dan başlayaq. Qədim insanlar daha çox üzümçülüklə məşğul olub. O burada var idi. Deyir, əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçlıq, əkinçilik, neft çıxarma, balıqçılıq və s. məşğul olurdu. Düzdürmü? Feodal münasibətləri filan nələrsə təsir edir. Amma yəni daha çox üzümçülüklə məşğul olmasını demir axı, A variantı səhvdir. Müəyyən dövrlərdə Bakı şəhəri liman şəhəri kimi də tanınırdı. Gəlin onu tapaq. Deməli, Bakı 10-cu əsrdən liman şəhəri kimi məşhur idi. Yəni, müəyyən dövrdə 10-cu əsrdən etibarən liman şəhəri kimi məşhur olması var. B variantı düzdür. Bakının müdafiə sistemində Mərdəkan qalasının da adını çəkmək olar. Gəlin görək burada hansı qalanın adı çəkilir. Deyir, Şirvanşahlar şəhərdə bir sıra binalar tikir, möhkəmləndirirdilər. Qız qalasının adını çəkir, Mərdəkan qalasının adı yoxdur. Ona görə yanlışdır. Bakı Şirvanşahların əsarətindən qurtula bilməmişdi. Bakı Şirvanşahların əsarətindən qurtula bilməmişdi. Şirvanşahların yəni onların Şirvanşahların yəni məkanı idi da. Niyə onların əsatirindən, əsatir yox, əsatir başqa bir şeydir. Yəni əsarətindən qurtulmaq yanlış bir fikirdir ümumiyyətlə. Bakının iqtisadiyyatını yalnız neft sənayesi təşkil edirdi. Yanlışdır. Orada bir çox şeylərin adını çəkir. E variantı səhvdir. Yəni bu yalnız olmasına görə səhvdir. 50. Mətnə əsasən Bakı şəhərində hansı istehsal sahələri inkişaf etmişdi? İstehsal. Görək nələrin adını çəkir. Bakı şəhərində istehsal sahələri, yəni nələri istehsal edirdilər?
Birincisi, baxın, neft istehsal olunurdu. Deyir, erkən orta əsrlərdə Bakının iqtisadiyyatının əsasını neft və duz istehsalı təşkil edirdi. Ona görə variantımız C olacaq. 51-ci sual. Mətnin yalnız 3-cü abzası ilə bağlı doğru fikri müəyyən edin. Yalnız 3-cü abzas. 10-cu əsrin sonunda Abbaslar xilafətinin tənəzzülündən danışır. Burada əhalinin sənətkarlıq, bağçılıq, bostançılıqla məşğul olmasından danışır. Şərq-Qərb ölkələrində ticarət əlaqələrinin olmasından danışır. Bir də feodallardan danışır. Görək. Qədim dövrlərdən başlayaraq Şirvanşahların əsas şəhərlərindən birinə çevrildi. Bu yalnız 3-cü abzasa aid səhvdir. Sonra əhalinin məşğuliyyəti içərisində balıqçılıq da vardı. Görək orada balıqçılıq var idimi? Balıqçılığın adını burada çəkir. Amma başqa bir yerdə balıqçılığın adı çəkilmir. Elə yəqin ki, variantımız bu olacaq. Amma digərlərinə də baxaq. Bu olacaq, amma o birlərinə baxaq. 1232-1235. Burada 1232-dən filan danışmır. C səhvdir. Şirvanşahlar dövlətinin müvəqqəti paytaxtı olmuşdur. Buna da baxaq. Deməli, sürməyə başladılar. Ölkələrin hakimləri, o cümlədə Şirvanşahlar müstəqil hakimiyyət sürməyə başladılar. Əsas şəhərlərindən birinə çevirilər, amma paytaxtı olduğunu demir. Sonra paytaxtı olması yoxdur burada. Səhvdir. İqtisadiyyatın əsasını neft və duz mədənləri təşkil edirdi. İqtisadiyyatın əsasını neft və duz mədənləri təşkil edirdi. O da ikinci abzasda da var. Yanlış fikirdir. Variantımız elə B oldu. Məsələn, Bakı şəhəri 13-cü əsrin əvvəllərində necə bir şəhərə çevrilmişdi? Gəlin baxaq. 13-cü əsr görək harda idi. Burada 10-11-ci əsrdən danışır. Buna baxmayacaqsınız. 13-cü əsr buradaydı. Bir də burada da var. 11-ci əsrin sonu, 13-cü əsrin əvvəllərində Bakı tərəqqi dövrü yaşayırdı. 1191-ci, deməli tərəqqi dövrü yaşayırmış. Bu yox, olmaz. 12-ci əsrin sonu, 13-cü əsrin əvvəli Bakı şəhərinin feodal inkişaf dövrü olub. Şirvanşahlar şəhərdə bir sıra binalar tikdirərək onu möhkəmləndirib. 13-cü əsrin birinci yarısında Bakı iki cərgəli qala divarı və xəndəklə əhatə olunub. Baxaq, görək nə olar. Sonra məsələn burada da 1232-35-ci illərdə Bakını dəniz tərəfindən qorumaq məqsədilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Görək nə olar? Elm şəhəri olmasından danışılmır, inkişaf etməsindən danışılır. Hava limanı şəhəri ümumiyyətlə deyilmir, yəni hava limanı orada ola bilməz axı. Mədəniyyətindən danışılmır, bu da yanlışdır. Paytaxt şəhər olması var idi, amma 12-ci əsrin sonunda idi də o. 1191 12-ci əsrin sonu. Bu da olmaz. Mühüm liman və müdafiə şəhəri. Orada gördünüz müdafiə qalalar filan danışırdı burada. Qorumaq məqsədi ilə filan özdə buxtalar filan deyir. Ona görə E variantı düzgün olacaq. Keçdik 53-ə. Şirvanın əsas şəhərlərindən birinə çevrildi Qədim Bakı. Düzdürmü? Başqa nə ola bilər? Məsələn, müvəqqəti paytaxta çevrilməsini yazıb 1191-ci ildə 2-ni götürəcəksiniz. Ticarətdə mühüm əhəmiyyət kəsb etməsi vardı. Bunu götürəcəksiniz. Zəfəran yalnız Bakıda becərdi. Olmaz. Maldarlıqdan danışmır, olmaz. 2-3 A variantı. Mətnin əsas ideyası nədən ibarətdir? Bakı şəhərinin tarixi inkişaf mərhələlərini göstərmək olar. İllərə bölürdü və həmin illərdə hansı şeylər baş verib onları deyirdi. A variantı variantımızda, amma baxaq. Digər şəhərlər tanımaq yox. Arxeoloji qazıntıları təhlil etmək deyildi məsələ. Yeni dövr ticarət yollarını öyrənmək, yeni dövr ticarət yollarından danışılmır. Bakının əsarəti haqqında məlumat əldə etməkdə deyildi əsas məqsəd. A variantı. Qədim Bakının yaşayış üçün əlverişli cəhətləri, ümumiyyətlə iqlimi yaxşı idi deyə bilərsiniz. İqlim, coğrafi şərait, bunları yazmaq olar və yaxud ticarət yollarının üzərində yerləşməsi. Ticarət yolları kimi mətndən seçdiyiniz cümlələrlə yaza bilərsiniz. 56. Mətndə əvvəlində üçbucaq işarəsi qoyulmuş sözü kontekstə görə hansı sözlə əvəz etmək olar? Uşaqlar, bu üçbucağa keçməzdən öncə deyim ki, yəni videoya baxdınız və izahlar xoşunuza gəldisə və bu izahlar işinizə yaradısa, kanala abunə olub videoları da bəyənməyi unutmayın.
Keçirəm üç bucağa. Müstəqil. Müstəqilə nə yaza bilərik? Azad. Deyir ki, Şirvanşahlar azad hakimiyyət sürməyə başladılar. Yəni müstəqil sözünü azadla yazmaq ola bilər. Sonra sərbəst də yaza bilərik hardasa. Belə yazırıq burada. Müstəqil sözü idi. Azad, sərbəst. Belə uşaqlar 8-ci siniflə bağlı da bu qədər. Ümid edirəm yaxşı yazmısınız. Sağ olun, hələlik.